boyda qələt eləməyə az deyir. Hələ bir dili də var danışmağa. Nənə, mən sənə kimi nənə görməmişəm, İnsan nəvəsini qoruyar. Səhvi varsa evdə başa salar. Sənə kimi adam içində biabır eləməz. Özünü adam kimi aparaydın, eləməzdim. Səhv sənin özündədir. Sən heç vaxt özündə səhv görmə. Həmişə onda bunda axtar. Məndədirsə, hə, düz deyirsən. Məndədirsə. Gərək sənin o küçədə qalmış anan var, ha. Mənim oğlumu, sənin atalı öldürəndə tutardım sənin qulağından, aparıb atardım səni dektoma. Daha qoymazdım canımı ayağımın altına. Düz deyirsən, səhv məndədir. Hə, mən giyinmişəm axı kişi paltarı. Mən özümü kişi kimi qələmə vermişəm, dünya aləmə yalan danışmışam. Əlbəttə, cavab ver, mən eləmişəm bütün bunları. Bəlkə xəbərim yoxdur, mən eləmişəm, hə? Sənə 100 dəfə dedim ki, mən o kişi paltarını keyfimdən giyinməmişəm. Heç kəs mənə pis gözlə baxmasın deyənə giyinmişəm. Yaxşı görünməz. Sən dedin, mən də inandım. Onsuz da elə pisə pis gözü ilə baxırlar, yaxşıya yaxşı gözü ilə. Hə? Sən niyə başa düşmürsən ki? Hamının anası, atası var. Onları qoruyurlar. Mənim kimi yetim deyirlər. Və onların sənin kimi adamı adam arasında biabır eləyən nənəsi yoxdur. Mən özümü qorumalıyam. Bəlkə də sənin atasız olmağında da mən günahkaram. Hə? Sən o ifrit ananlara, görüm onu tezliklə mənim oğlumun yanına qara torpağın altında yanaşı olsun. Geçsin, girsin o qara torpağın altına. Bezdim daha, yoruldum mən sizdən, yoruldum. Anasını oxşamış. Nənə, bundan sonra öz həyatını yaşa. Keyfini çək. Mənim sənin kimi nənəm yoxdur. Nə danışırsan sən az? Nə danışırsan sən, hə? Deyirəm ki, bir də mənim üzümü görməyəcəksən. Bir də bu evə qayıtmayacağam. Ay qız, nə qədər əlim ayağım sənə dəyməyib. Get, qaxıl otur otağında. Nənə, əl çək məndən. Ay qız, sən nə döyürəm? Səməd, hoş geldin. Çoxdan səndən xəbər ətər yox idi. Məndən ya səndən Ağsaqqa? Əlbəttə səndən. Mən demişdim də, bir neçə gün vacib işim vardı, getməliydim. Düzdür. Yadımdan çıxıb. Deyirəm Ağsaqqa. Otururuq burada ikimiz də. Bu dilini bilmədiyimiz, adını da bilmədiyimiz nəyəsə qulaq asırıq. Bəlkə deyirəm bir öz dilimizdə, öz filmimizə baxaq. Kinoya baxaq deyirsən? Baxaq da, yaxşı kinodur. Hoşuna gələcək. Deməli belə, iki dost olur, amma elə belə dost yox ha. Möhkəm, bərk dost olur. Sonra bir gün biri o birinə xəyanət edir. Danışsan sonra maraqsız olacaq. Hə, düzdür. Sonra da xəyanət eləyən... Düzdür. Gəl, baxaq. Necədir? Bəyəndin? Ağsaqqal. Bunların üzündən yuxum ərşə çəkilib. Bütün gecəni yatmamışam. Dəli olacam axırı. Və sən əzizən bicdiyinə baxayım. Uşağı necə gizlədib. Fikrətin xəbəri olsa mən batdım. Məhv eləyər məni. Necə edeyim bu kağızı yoxa çıxardım. Hara qoysam. Tapar.
yapmalıyam bunu. Başqa yolum yoxdur. Bu yenə də yox deyə. Bir dəfə də cavab ver də, bir dəfə də cavab ver bu telefona. Sarı üzvü elə al. Elə bilirəm ki, otaq çalxalanır, başım gicəlləndi. Almaz. Sən başa düşmürsən, O qadın kim idi? Niyə gəlmişdi, hə? Niyə Ayla haqqında soruşurdu? Nə istirdi mənim qızımdan? Nə istirdi mənim qızımdan? Oturmuşam burada dörd divar arasında. Heç nə eləyə bilmirəm. Hay Allah, birdən Ayla nəsə olar, mən qalxıram belə. Qorusun, elə Deyirəm ki, mən başqa vaxt həmişə demişəm ki, kişilərdən ehtiyatlı olun. Amma belə görürəm ki, indiki zəmanədə qadınların düşməni elə qadınlardır. Öz aramızda Aygül, birinci dəfə deyim, bu neçə ildir mən səninlə tam razıyam. Qadının düşməni ömrü boyu, bir neyi qədimdə elə qadın olub. Bax, gəlini kim incidir? Qaynana baldız. Düzdür? Cəmaatın ailəsini kim dağıdır? Başqa qadın. Kişini kim yoldan çıxardır? Qadın. Qadına kim paxıllıq eləyir? Elə bilirsiniz kişi heç vaxt. Qadının paxıllığını çəkən elə qadın olur. Kişilər də bir iş görəndə kimin əli ilə eləyirlər? Çox bilmiş qadınların əli ilə. Sən də lap kişiləri huri mələk elədin. Aygül, mən demirəm, kişilər huri mələk idilər. Belə aydan arıdılar, sudan da durur. Amma razılaşım mənlə. Qadının evini yıxan, qadının düşməni elə qadındır. Vəssalam. Ay, kişi demişkən. Sara, o vəkilin axırı necə oldu? Nə qərara gəldin? Heç də nə qərara gələcəm, dediyim kimi. Dedim, bizim aramızda heç də ola bilməz, mümkünsüzdür, vəssalam. Halal olsun sənə bacım, halal olsun. Yenə mədəm ağrıdı. Əsəbdir, hamısı əsəbdən xəstəlik tapıb da bu qız. Sara, sən bugünkü dərmanını gətiriblər. Gətirdilər, hə. Hardadır? Orada olmalıdır, hardasa. Aygül, başa dönüm, həkim adamsın, dur, bax da bunu. Uzarsan. Yox, yox, yox. İstəmirəm. Bu qız dərd tapıcıydı, bu fikirlə, uşağın dərdi ilə bu qız dərd tapıcı. Yemirsən də, Sarı yemirsən. Diqqət, diqqət. Əziz tamaşaçılarım, əziz fanlarım, canlarım. Xahiş edirəm, alqışlayın. Bu konsertim şəxsən Sara Məmmədxanlı üçündür. Almaz, yenə də hoqqa verirsən. Az kəs, almaz olan yerdə yasxana, baybuşxana ola bilməz. Almaz qızıl səs, başla. Bəli. Cilvələnib nə qarşımda durmusan, cilvələnib nə qarşımda durmusan. Arsızların başına Anam qar yağsın. sənə qurbanay sarı köynək, alım sənə qurbanay sarı köynək. Mələk sən çıxmısan cənnət bağından, mələk sən çıxmısan cənnət bağından. Heç kim olmaz sənə tay sarı köynək, heç kim olmaz sənə tay sarı köynək. Balam balam ay balam, ceyran balam ay balam, ay balam, can balam ay balam, ay balam. Ceyran amandı ceyran, hanım yamandı ceyran. Vədə vermişdin, 5 gün tamamdı ceyran. Sen burada çöl gibi toğlara başla, toğlara. Yazdım. Alqışlayın da. Dava başına kar yağsın, alma. Halım yamandı ceyran, halım yamandı. Girdi, va girdi. Arsızların başına qar yağsın, çox arsızlarımsan sən. Ay bacı, deyir əzizim yarpızlığa. Su gələr qarpızlığa. Gördün ki işin keçmir. Qoy özü arsızlığa. Balcın ölsün. Qəşəng gördün. Nəcə bunlar qucaqlaşır? Hardan tapmısan bu videonu? Nə fərqi var? Hardan tapmısan? Sakit ol Səməd. Sakitəm, səbirliyəm,
Eşidirəm səni. Biz fikirləşmişdik ki, Arazı mən öldürüm. Amma o, Nazim tərəfdən çıxdı. Nazim də onu vurdu. Vəssalam. Bəs videonu niyə çəkmisiniz? Axırımıza çıxmaq istəyirdin? Yox, Səməd, yox. Bəs nə? İndi deyim mən. Bunu ancaq mən eləyə bilərdim. O vaxtlar sən Saranın həbsxanadan çıxmağını istəmirdin. Ona qarşı biganə idin. O sənin heç vecinə də deyildi. Amma indi sən ona görə narahatsan. Hətta əzab çəkirsən. Düz demir, ha? Bax, bu video bizim karımıza gələ bilər. Orada gördüyün adam o Nazim. Biz Sarıya kömək eləyə bilərik. Onu oradan çıxarda bilərik. Hadi fikirləş. Fikirləş. Cavab ver. Ayla, sinif rəhbərin gəldi rayondan. Yox, hələm gəlməyib. Nə olub ki? Ay bala, nə olacaq? Elə belə soruşumdu. Yaxşı, nənəm. Mən doydum, çox dadlı idi. Gedin dərslərimi oxuyun. Get mənim balam, get. Gördün, müəllimə rayondadır. Çox maraqlıdır onda. Saranın yanına kim getmişdi? Bəlkə Aylan müəllimi gəlib? Deyirəm, bəlkə zəng eləyim. Elə də. Hə? Alo, müəllimə salam. Necəsiz? Məmə rayona gəlmisiniz? Yox, baş sağlığına gələcəkdim. Yaxşı, yaxşı. Sağ olun, sağ olun. İki-üç günə gələcək. Narahat oldum. Görürsən onun yanına kim gedib? Birdən uşaq sonra ziyan vurmaq istəyir. Bəlkə İlqara zəng eləyim, qoy arayıb araşdırsın. Nələ? Məhəbbət xala, gedəyim parka. Sən dərslərini nə tez öyrəndin? Açdım, gördüm dərslərim azdır. Dedim, sonra eləyərəm. Gedək də nə olur, Məhəbbət xala? Ay, mən sənə söz vermişəm də. Gedək, gedək. Gedin, sağ-salamat. Sağ ol. Gəl qızım. Tez qaydın. Yaxşı. İlqar, salam. İlqar, mənim səninlə təcili görüşməyim lazımdır. Hə. Bir məsələ var. Onun haqqında. Yaxşı. Gözləyirəm. Sağ ol.
Sənin burada nə işin var, ay fırıldaqçı? Yenə gəlmişsən filtrə baxmağa? Yox Əsmər ana. Fidan evdədir. Yoxdur. Çıxdı getdi. Xanım bəyənmir bizi. Layiq bilmir məni özünə. Necə yəni çıxdı get Əsmər ana? Bəs o gecəni harda qalıb? Mən nə bilim hansı cəhənnəmdə. Başa düşmürəm. Sən nə evi lazımdır, hə? Nə sorğu-suala tutmusan məni? Əsmər ana, bax öz aramızda siz heç düz eləmirsiniz. Nəyi düz eləmirəm, hə? Bilirsən nə var? Sən də mənim əsəblərimlə oynama. O sizin nəvəvizdir Əsmər ana. Siz onunla təklikdə evdə danışmalıydınız. Mən kiməm ki, siz onu mənim yanımda pərt edirsiniz? Bəlkə o istəmirdi onun qız olduğunu mən bilim. Güya sən bilmirdin? Hardan bilim ay Əsmər ana? Mən maşınımı onun yanında yuduzdururdum. Həmin Moykada, elə onu orada tanımışam. Adını da Gülməmməd bilirdim. Mən hardan bilim o qızdı axı? Doğrudan deyirsən? Bəs necə? Anlatmırsan ki məni. Mənim sizə yalan borcum var. Heç ağlıma da gətirməzdim ki, o qızdır. Bax Əsmər ana, Allaha and olsun deyirəm. Əgər mənim nənəm mənə bu cür hərəkət eləsəydi, heç vaxt üzünə baxmazdım onun. Səhv eləyib cəzasını alıb. Bilirsən nə var? Sən mənə ağıl öyrətmə. Hələ mənim yaşıma çatmamışsan. Əsmər ana, insanları alçaltmaqla cəzalandırmırlar. O sizin evladınızın əmanətidir. Siz onu ana əvəzisiz. Ölsün elə onun anası. Əgər siz belə danışırsınızsa, başqaları onun haqqında nə deyər Əsmər ana? Ay bala, sən kimsən? Yeri ged öz işinlə məşğul ol. Hə? Ağıl öyrədir mənə. Getdiyiksiz gedim Əsmər ana. Gedim öz işimlə məşğul olum. Amma yaddan çıxarmayın ki, nəvəvizin başından bir tük əski olsa, bu hamıdan çox ən çox siz yandıracaq. Həyatda iki tip insan var. Biri quyuya atır. O biri isə quyudan çıxardır. Sən hansı tipə aidsən? Heç özündən soruşmusan? Bunu kənardakılar yaxşı bilər. Söhbət orasındadır ki, kənardakılar da çaş baş qalıb. Onlar da bilmirlər. Sən həm məni quyuya itəlirsən, həm də əlini verib quyudan çıxardırsan. Necə olur? Ha? Bəs birdən səni o quyudan həmişəlik çıxartsam, onda necə? Onda möcüzə olar. Amma mən möcüzələrə inanmıram. Doğrudan inanmırsan, bir qram da mənə inanmırsan, İnanmıram. bir gün əlimi verib səni o quyudan çıxartsam, Sən nəsə eləyəndə qarşılıqsız heç nə eləmirsən.
heç nə tələb eləmədən, heç nə tələb eləmədən səni o quyudan çıxartsam və sonunda Bu mənim kimi bir ananın xəyalıdır. İnanmadığı xəyalı. mən sənə bir şey deyim. Həyatda möcüzələr olur. İnan. Möcüzələrə inan. Möcüzələr quyudan kənardadır. Çox qəribədir. Kim ola bilər? Siz dəqiq öyrəndinizdə müəlliməsi deyil. Mən müəllimə ilə danışdım. İlqar, çox xahiş edirəm. Sən bu işin içindəsən. Bax, araşdır gör, Saraya ziyan vurmaq istəyən kimdir? Ümumiyyətlə, hamımıza tələ qurublar. Necə? Mənim iş yerimə giriblər. Bilmirəm nə məsələdir, kaska qoyublar ora. Mənim özümə şər atırlar. Kimin səndən işi olsun? Mən onu bilsəm, onun xırtdəyindən yapışaram. Bu işin axırı olmalıdır da. Zeynəb xanım, siz narahat olmayın. Mən imkan vermərəm kimsə Sara xanıma zərər yetirsin. Çox sağ ol. Mən gedim araşdırım. Görüm nə məsələ. Yaxşı. Gedək yola salım. Hanımlar, hoş gördük. Salam. Aha, neyniciyindi? Sizi bilmirəm, biz çıxmışıq hava almağa. Lap yaxşı eləmişsiniz. Mən təklif edirəm ki, biraz oturaq, o dediyiniz havadan alaq, sonra gedək oturaq, çay içək. Hə? Nə deyirsən Ayla? Mənim sevdiyim tortdan alasınızsa, onda olar. Dünyanın bütün tortları sənə qurban. Buyurun, buyurun. Ayla, bir qanın qaradır. Biraz. Kimsə xətrinə deyib, Məhəbbət xanım əfəndinin. Rəfiqəsindən inciyim. Niyə? Nəsə bir-birlərini başa düşməyiblər. Əslində onu incidən bir şey eləmir. Sadəcə Aylaya belə gəlir də. Aha, aydındır. O rəfiqə dediyiniz sənin xətrinə deyib də, demək. Necə deyib ki, ziyan vurub sənə? Yox. Sənin pisliyini istəyir? Yəqin yox. Səni heç istəmir, hə?
istəyir. Ay sağ ol. Məsələ aydınlaşmağa başlayır. Və sən necə onu istəyirsənmi? Küsmüşəm. Aha. Uman yerdən də küsərlər, düzdür? Deməli istəyirsən ki, küsmüsən. Hə. İndi bu küsmək sizə zövq verirmi? Təbii ki, xeyr. Bu küsmək sizin qəlbinizi incidir. Bəli. Və sizə əzab verir. Yenə də bəli. Bəs onun heç belə elədiyinin səbəbini araşdırmısan? Əslində bilirəm. Hədə nə gözəl. Və əgər sən bilirsənsə ki, o niyə bu addımı atıb, demək, sən onu çox istəyirsən. Demək ki, sən gözəl insansan. Onun yerinə fikirləşmək, o özü artıq bağışlamağa yaxın bir şeydir. Bağışlamaq qədər insanın könlünü rahatlayan şey yoxdur. Elədir. Çünki küsülü adama el arası belə yazıq, incik deyərlər. Dəymə düşər. Ay sağ, nəm çəkən, yağış yağan, sel aparan, yəni inciyən insan özünü zülm eləməkdən başqa heç nə bacarmır. Yəni bütün bunların ziyanını ancaq özü çəkir. Demək, nə olur? Biz məğlub vəziyyətdə oluruq. Elə deyilmi? Elədir. Biz də bu sözləri ona deyirik. Amma digər ki, hərdən olur. Hərdən olur ki, bu cavanlarda bir dəb olub, küsməkdən keyf alırlar elə ki. Ona şuur altı deyirlər. Küsmək üçün elə bir ki, həvəslidirlər. Onun öz ləzzəti varmış. Neysə, boş verək. Bu dünya 5 günlük dünyadır. İnsan öz əziz insanın yanında olar, sevdiyi insanın yanında olar. Sevdiklərimizi bağışlamağı bacarmalıyıq. Mütləq. Yəni, bu qədər fəlsəfə açdıq, bəsdir. Aylarında yormayaq, gözəl havamızı aldıq. Təklif edirəm ki, gedək çayımızı içək, tortumuzu yeyək. Gedək? Gedək, hə? Hadi, yürü. Ay Fidan, sən məni niyə pis vəziyyətdə qoymusan, ha? Belə işdən çıxmaq olar, hə? Pislik elədim mən sənə, dəstək oldum sənə, işə götürdüm. Hamıdan qız olduğumu gizlətmişdim, mən. Bu deyil də axı. Belə deyirlər, adama çox sağ olur. Nə? Bağışla nədir, nə bağışla? Nəyi bağışlayır? Heç olmasa çıxanda bir işçi qoyuydun yerə. Sən Allah, bəslik ölə. Sənin elədiyin hərəkətin yeri yoxdur. Düzgün hərəkət eləməmsən. Başımı yaxala belirsən. Deyirəm yervə adam qoyaydı o. Bağışla. Ha, bağışlamıram mən səni. Bağışlamıram. Əvəz salam, bağışlamıram. Salam aleyküm qardaş. Aleyküm salam. Deyəsən Fidanla danışırdınız. Ha, Fidanla danışıram. Sən nereden bilirsən? İcazə olar əyləşim. Otur. Buyur, eşidirəm səni. Mən Fidanın dostuyam. Lap yaxşı. Mən hər şeyi yaxşı bilirəm. Yəni, narahatçılığa səbəbi yoxdur. Mən istəyirəm ki, siz işçi tapana qədər burada sizə kömək edeyim. Amma bir xahişim var ki, Fidanı narahat eləməyin. Ha, yəni belə başa düşdüm ki, dostluğun cəzasını sən özün çəkmək istəyirsən, hə? Cəza demirəm, sadəcə olaraq halallıq deyirəm. İstəyirəm halallıq olsun. Halallıq olsun. Ha, lap yaxşı. Dur, onda başla işə. Bayaqdan o qədər müştəri qaydı. Dur. Yaxşı. Qardaş, bir söz də soruşum. Siz bayaq Fidanla danışanda bilmədiniz o hardadır? Sən onun dostusan, əgər sən bilmirsənsə, mən hardan bilim? Ay Fidan. Hamının telefonuna cavab versən bir dənə məndən başqa. Mahirə xanım, mənə sizin köməyiniz lazımdır. Nə kömək?
Mən burada bir araşdırma eləməliyəm. İlqar müəllim, baxın. Bu mənim səlahiyyətimdə olmadığı üçün mən sizə belə bir şeydə köməkli göstərə bilmərəm. Mahirə xanım, kimsə Sarı xanımla oyun oynayır. Qızının müəlliməsi adı ilə bura gələn var. Mən bilməliyəm bu kimdir. Müəlliməsi? Bəli. Mən mütləq kamera görüntülərinə baxmalıyam. Gedək müdiriyyətlə danışaq. Əgər icazə versələr, kamera görüntülərini izləyərik. Hə, gedək. Bir dəqiqə, siz müəlliməsi dediniz, hə? Bəli, bəli. Kimsə yalandan müəlliməsi adı ilə gəlib. Siz görməmisiz o adamı? Gəlib yeyərlər. Nə tez qayıtdınız? Biraz gəzdik, bəs elədi də. Hə, gəlin. Sizin üçün şirniyyat bişirmişəm, çayla içək. Bəh. Onda mən gedim çay gətirim. Gətir qızım, gətir. Gətir içək. Neynədin? İlqarla danışdın? Danışdım. Deyir, bu neçə ildə Saranın yanına heç bir müəllimə gəlməyib. Bəs demədin ki, araşdırsın? Yox, onun özü də təəccübləndi də. Nə bilim, kim ola bilər? Bilmirəm. İlqara da tapşırdım ki, yaxşı araşdır, Saraya zərər gəlməsin. Görək də. Salam, necəsiz? Sağ ol, xoş gəlmirsən. Gəl otur, çay içək, qəşəng şirniyyat da bişir. Yox, içmirəm, istəmirəm. Ay bala, bir dəfə də otur çay içdə. Mənim gözəl qızım, bax, çay gətir. Maşallah. Hə, min kərə maşallah. Gəlsin. Ay maşallah. Görsən də daha böyük qız ol. Çay gətirir, yemək bişirir. Sağ ol. Ayla. Çay soyub. Bu şəkil yadındadır. Bizim ən çox sevdiyimiz şəklimizdir. Bu şəkili çəkdirəndə bir-birimizə söz vermişdik ki, həmişə bunu yanımızda saxlayacağıq. Həmişə bu şəkilə baxıb necə yaxşı dostlar olduğumuzu yadımıza salacağıq. Bu şəkildən birini də çıxardıb yatağımın başına qoymuşum. Hər dəfə ona baxanda yadıma salıram ki, biz necə yaxşı dostlarıq. Sən də al bunu, otağına qoy. Sən bilirsən ki, mən səni nə qədər çox istəyirəm. İndiyə qədər nə eləmişəmsə, sən sevin deyə eləmişəm. Biz eyni dərdləri bölüşürük. İkimizin də anası həbsxanadadır. Mən həmişə sənin yanında olmağa çalışmışam. Nə olar bağışla məni. Sənə söz verirəm. Bir də səndən icazəsiz, səndən xəbərsiz heç nə eləməyəcəm. Bağışlayırsan məni? Onda dərsə də həmişəki kimi bir yerdə gedək? Gedək. Vallahi deyirəm Çimnaz xanım, mən heç nə eləməmişəm. Mən elə tüstünün iyinə gəldim, gördüm ki, pərdə alışıb yanır. Tez qaçıb sizi çağırdım. Sən bizi avam yerinə qoymuşsan, hə? Bura avam yazılıb. Deyirəm, mən eləməmişəm. Niyə inanmırsınız? Ay ana, nə olub? Nə olub? Özü eləyib deyir ki, mən heç nə eləməmişəm. Ana, sən nə danışırsan? Hardan bilirsən öz eləyib? Gözündən görmüsən bunun elədiyini? Niyə yalandan şər atırsan cəmaata? Öz-özünə yandıq bərdə. Necə oldu? Başa düşmürsən Səmiyət xan? Ana, çox şişirdirsən. Vallahi çox şişirdirsən. Hələ qıza təşəkkür eləmək əvəzinə ki, gəlib xəbər eləyib bizə gedib söndürmüşük. Durmusan qızı ittiham eləyirsən. Yox bir. Beş ayağına da yıxılım, yalvarım. Hə? Öpüm gözümün üstünə qoyum. Yox bir.
Başa düşmürəm. Sənin dayımın otağı niyə yanmır ki? Mənim otağım yanmalıdır. Çünki bunun məndən zəhləsi gedir. Başa düşdün? Zəhləsi gedir, ona görə qəsdən yanmır. Ana ayıbdır, ana bəsdir. Bu dəqiqə dayıma zəng edib deyəcəm hər şeyi. Bu qədər də olmaz da. Ay ana apardım, söndürdüm də, qopartdıq, apardım, attım, söndürdüm də. Niyə? Bu gün pərdəni yandıran, sabah da bizi yandırar. Ana, of. Fikrət, hardasan sən? Tez gəl evə, tez ol. Bacımı yandırırdılar evin içində, gəl. Ev eşiği yandırırdılar. Külü çıxacaqdı. Hə, gəl evdə danışarıq. Çox sual verirsən, sən də. Gəl çıx. Dayı, mənim sənin sözüm yoxdur. Nə sözün olacaq? Yoxdur. Göz qabağında hər şey. Heç nə. Deyirəm, qəsdən edib bu qız, qəsdən. Yorulmayasın. Salam müəllim, necəsiz? Şükür. Bana deyirəm, nə məcburdur özü bu qədər əziyyətə verirsən? Ha? Əsas o da sizin işiniz getsin. O da gedir də. Orası elədir. Amma mənə də maraqlı gələn bilirsən nədir? Sənin dostun sənin üçün bu qədər dəyərlidir ki, sən özü belə əziyyətə salırsan. Biz dostluq eləyəndə axıra kimi eləyirik. Halal olsun deyirəm də sənə. Həyatımda birinci dəfədir ki, dostun yerinə belə işləyən dost görürəm mən. Narahat olmayın müəllim. Siz bura işçi tapana kimi mən buradayım. Mən narahat deyiləm. Əsas sən demişkən mənim işim getsin. Nəysə, sən yorulmayasan. Mən gedirəm. Axşam gəlib qapını özüm bağlayacam. Yaxşı müəllim. Mən sənə dedim. Dedim bu qız fərasətsizdir. Bəsdir də ana, bəsdir də, qurban olun, bəsdir də, bəsdir. Biz hardan bilirik, o yandırıb? Gözümüzdən görməmişik axı. Niyə inanmırsınız, hə? Niyə inanmırsınız? Mən heç nə eləməmişəm. Necə yəni eləməmişəm, Mən eləmişəm bəs. Ay ana, düz deyil də. Bizdən nə qəsdi qərəzliyi var axı adamın? Niyə yandırsın bizim evi? Hə? Yandırıb da yandırıb bu evi. Ya ana, bəsdir, xahiş edirəm, bəsdir, qutar. Nə olub? Nə yanır yəni? Nə yanacaq? Evi yandırırdı. Heç nə ayda, heç nə olmuyor. Anamdı da, şişirdir də. Yuxarıda pərdə yanıb sönüb, qız söndürüb, Aybəniz söndürüb. Anam da deyir ki, sən eləmsən. Səsini atıb başına ki, ay ev yanır, biz yanırıq, nə bilim. Cəsəblərimlə oynayır bu mənim. Sən bunu niyə müdafiə edirsən? Mən başa... Ana, tərəfini tutmuram. Mən düzünü deyirəm, olanı deyirəm. Bu pərdə niyə yansın axı? Mən başa düşmürəm. Mən bilmirəm. Bu eləyib də bu onun işləridir. Fikrət müəllim, vallah deyirəm, mən heç nə eləməmişəm. Mən də tüstünün iyinə qalxmışam yuxarı. Yenə deyir, heç nə eləməmişəm. Yenə deyir, ay qız, sən axır vaxtlar uçursan, göylərdəsən, havalısan. Başa düşmürəm sənə nə olub. Bəs evi yandırsaydın, bizdə bir şey olsaydı, cavab verə biləcəydin, hə? Verə biləcəydin. Sağ-salamatıq da, şükür Allaha, nə olub ki? Canınızdan artıq deyil ki. Yanıb da. Əsas odur ki, hamınız sağ-salamatsınız. Sən özün görmüsən o necə yandırıb? Yox, görməmişəm. Amma bilirəm ki, bu eləyib. Kim eləyəcək? Mən eləməyəcəm ki, o eləyib də. Bəsdir şimdiden, söhbət qutardı. Diqqətli olmaq lazımdır və salam. Görmədiyiniz şeyləri də biri danışmayın bu evdə. Ürəyimi partladacaqlar bunlar. Partladacaqlar ürəyimi. Sən də sakitləş Çimnaz. Qızım, sən də bəs də ağladın. Get işinlə məşğul ol.
Nə oldu? Yoxsa bu dəfə də... Yox. Bu dəfə dəqiqdir. İnan mən. Elə belə gəlməmişəm. Gəlmişəm deyəm ki, Sara çıxır. Çıxır. Ha. Hardan bildin? Çünki əlimdə tutarlı sübut var. Mən sübut tapmışam. Nə sübut? Məhəbbət. O adamı Sara öldürmüyor. Bilirəm də. Sara heç kimə qıymaz. O elə qız deyil. Sən bunu hardan bildin? O vacib deyil. Vacib olan odur ki, indi mən bu sübutu polisə verəcəm. Polis də əsl qatili tapacaq. Vəssalam. Qatil. Qatil adam öldürüb, amma Sara'nın boynuna atıblar. Niyə? Bilmirəm. Onu bilmirəm. Bircə onu bilirəm ki, darıxma. Sara tezliklə sənin yanında olacaq. İnşallah. Çox sağ ol. Sağ ol. Mahirə xanım, sizə nə qədər təşəkkür eləsəm də azdır. Bu mənim üçün vacib məsələ idi. Müdiriyyətə də mənim adımdan bir daha təşəkkür edirəm. Buyurun, buyurun İlqar müəllim, nə demək? Biz hər zaman ədalətin tərəfindəyik. Çox sağ olun. Mən həmən günün görüntülərini tapdım. Bu adam kim ola bilər ki, cürət eləyib başqa adla gəlir? Siz o adam gələndə nəsə bir qəribəlik hiss eləmədiniz? Əslində, o qadın bir dəfə gəlmişdi. Sara ilə görüşməyib getdi. Sonra bir də gəldi, görüşdü. Burada nə hissi var? Mən mütləq o qadını tapmalıyam. Bir daha təşəkkür edirəm. Buyurun. Natice salam, sənə mən şəkil göndərdim. Birazdan video da göndərəcəm. Sən araşdır gör, o kimdir. Səndən cavab gözləyirəm. Hə, birazdan videonu göndərəcəm.